Həqiqətən mənə maraqlıdır. Niyə bəzi insanlar saqqallı müsəlman görən kimi deyirsən vəhhabisən? Estağfurullah, bu hansı dövrdür belə? Hər saqqal kimi vəhhabi mi olur? Gerək vəhhabi düşüncəsi ola ki, o vəhhabi olsun. Və genişlik keçirməyən gəlib vəhhabi olsun. Biz müsəlmanıq, yəni saqqal olmaq şərtdir. Peyğəmbərimizin saqqalı olub, sahabələrimiz saqqalı olub. Sən onların haqqına girirsən. Bütün müsəlmanların, sahabələrin, peyğəmbərlərin, bütün evliyaların, bütün din adamların, bütün müsəlmanların haqqına girirsən. Haqqını halal etsələr, onu da sən girə bilərsən. Amma haqqını halal etməsə, ya sənin savabın varsa onu alacaq, ya sən öz günahlarını sənə verəcək. Avtomatik deyəcək, mən belə alacaq. Ona görə də haqq yeməyin. Nə qədər sizin yaxşılıq edin, amma haqq yeməyin. Allah haqq yerinə bağışlamaz. Gərək o qul bağışlasın. Sənə görə qul haqqını halal etməlidir. Mən isə İslam düşmənlərinə, İslamı yıxmaq üçün çalışanlara haqqımı halal etmirəm. Tək haqqım mən alım, tək mənim haqqım müsəlmanlar halaldır, başqalarına halal deyil. Qeyri-müsəlmanlar halal deyil. Təkcə müsəlmanlar. Vəssalam.